Salam əziz dostlar, bir də kanal izləyicilərimiz. Gördüyümüz kimi bugün uzadıcı deyirlər, Rusca udunitel. Belə bir udunitelin kutu açılımını elədik. Bizdə əvvəllər var idi bunu, beləsi. Deməli dostlar, 4 ədəd USB 5 volt çıxışı var idi. 3 ədəd də elektrik yuvası, yəni rozetkası var idi. Bu yenisini almağa ehtiyac duyduq. Bunun ondan artıq funksiyaları nələrdir? Deməli dostlar, bunda çıxış 4 ədəd USB, 1 ədəd də Type-C, bir plusdakı simsiz enerji doldurma. Buna wireless adapter da deyirlər. Fast zarjordur, yəni sürətli doldurma, simsiz doldurma funksiyası da var. Deməli dostlar, gördüyümüz kimi üstə yazılıb 1 ədəd Type-C, 4 ədəd USB, 2,1 amper verə bilən USB çıxışları var. 1 ədəd Type-C çıxışı var. 5 metr uzunluğudur kabelin. 2500 watt enerjisi verə bilir. Deməli, üstündə yandırıb söndürmə düyməsi var, ümumi. Bir də vysokotemperaturniy предохранитель, yəni yüksək isinməyə qarşı dostlar, qoruyucusu mövcuddur bunun. Yüksək isinməyə qarşı qoruyucusu mövcuddur. 750 dərəcəyə qədər materialı istiliyə dözə bilir. Gəlin bunun vaxt itirmədən simsiz enerji doldurma funksiyasını yoxlayaq. Gördüyümüz kimi Apple telefondur. iPhone. Bunu qoyuruq dostlar ora. Baxın. Komanda verməmişik. Mən indi xortladıq. Baxın. Yığmağa başladı. Baxın dostlar. Deməli, toka taxandan sonra, enerjiyə taxandan sonra elektrik açarından açırıq və simsiz doldurma yerinə qoyuruq. Gördüyünüz kimi işləkdir, yığır. Gəlin USB portlarında yoxlayaq, çıxışların. Taxdıq. Baxın, yığmağa başladı. Digəri. Baxın, yığır. Hər biri 2,1 amperə qədər enerji verə bilir. Bu birisindən güclüdür. Yəni güclü olduğuna görə ehtiyac duyduq. Bir də ondan funksionalmıdır. Yəni bir də ədəd Type-C var. Type-C portu çıxışı var. Bir də simsiz zaryatka yeri. Bu qədər dostlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Sağ olun, gələn videoda görüşənə qədər.